Herkese salam, kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, qarşınıza bu kanal çıxıbsa, siz də mənim kimi Sims həvəskarısınız. Bu mənim birinci videomdur. Bilmirəm nə qədər həyəcanlıyam, nə qədər bacararam bunu kanalda yerləşdirə bilməyi, maraqlı bir video çəkməyi. Özüm dəfələrlə oynamışam, amma heç vaxt belə bir çəkiliş etməmişəm və düşündüm ki, niyə də olmasın. Bu kanal əslində Sims oyununa aiddir. Yəni mənim daha çox sevdiyim The Sims 4. Yəni 4-cü hissədir bu. Bundan daha öncəki hissələr də var. Telefonda da məşhurdur bu oyun. Mən daha çox kompüter versiyasını sevirəm və illərdir ki oynayıram. Düzdür, məndə pirat versiyadır. Orijinal daha üstündür. Təbii ki, bunu gamerlar daha yaxşı bilər. Maalesef biraz imkan xaricindədir və buna görə də düşündüm ki, hələlik piratla çəkərəm. Bəlkə mənim kimi marağı olan insanlar da var. Yəni mən düzü özümüzdə görməmişəm, amma xarici gamerlarda çox izləmişəm belə videoları. Öyrəndiyim şeylər də olub, izlədiyim, yəni bir serial kimi izlədiyim, hətta challenge'lər də olub, yəni çox sevirəm. Düşündüm mən də bir kanal yaradım, bir video çəkim, paylaşım, görüm necə alınır, məndə necə alınır. Belə böyük bir ideyalarım yoxdur, sadəcə zaten oynayıram deyə düşündüm ki, oynadıqlarımı da çəkərəm. Bəzən insan sıfırdan hər şeyi başlamaq istəyir, amma bu real həyatda biraz çətin olur, amma belə bir challenge seçdim. Həyatını dəyiş adını qoyacağam və burada da sıfırdan başlayacağıq. Görək sıfırdan başlayıb imarətə qədər necə gedə bilirik. Səhv eləyə bilərik, təbii ki bu oyundur, nəyisə düzgün də eləməyə bilərik. Amma davam eləyərik oynamağımıza. Ola bilər mən mükəmməl bir oyuncu deyiləm, sadəcə həvəskaram. Kanalım da elə də böyük bir, deyim ki, professional bir çəkilişdir, nə bilim, professional bir aparatım var, xeyr. Sadə bir şeylərdir, sadəcə maraq üçün. Kim istəyirsə baxa bilər, kim istəyirsə ötürə bilər. Zövqə bağlı bir şeydir, amma tam səmimi bir videodur. Yəni tam səmimi bir hisslərlə çəkiliş paylaşıram. Əgər marağınız varsa belə bir hekayələri siz də sevirsinizsə, o zaman bu kanalda qalın, izləyin, izləmədə olun. Görək seçdiyimiz personaj kasıblıqdan varlanmağa doğru bu yolda başda nələr gələcək, neçə müddətə olacaq. Səbrlə keçək o yolu. Bu mənim öz personajımdır, yəni bu personajla başlamayacağıq yola. Əslində burada ssenarilər var, sadəcə olaraq mən onları istəmirəm eləmək. Yəni burada da eyni qaydada var. Yəni budur, yəni mən sadəcə öz missiyalarımı qoyub ona doğru gedəcəm. Bu arada bu mənim personajımdır, bunun balaca pişiyi də var, bunu sahiblənmişdim. Mən çox pişik sevən birisi olduğuma görə, yəni mütləq ki, mənim yanımda pişik də olmalıdır. Ümid edirəm mənim kimi pişik sevənlər də var. O zaman barmağımızı qaldırın, görək sayımızı bilək neçə nəfərik. Başlayaq o zaman oyunumuza. Deməli bir personaj seçəcəyik. Bu fərqi yoxdur. Qız da ola bilər, oğlan da ola bilər. Tamamən bizim zövqümüzə, istəyimizə bağlıdır. Və buna tarixçə də belə yaza bilərik, həyat tarixçəsi də yaza bilərik. Amma mən çox zaman bunu ötürürəm. Məncə ehtiyac görmürəm, ona görə də bunu keçirik. Sizlərdə necədir bilmirəm, məndə çox uzun zaman alır personaj yığmaq, ev hazırlamaq. Amma bu səfər bizdə ev hazırlığı olmayacaq. Sadəcə personaj hazırlayacağıq. Yəni bu sırf start bir videodur deyə mən sadəcə məkana köçəcəm, yerləşəcəm.
Ümid eləyirəm ki, bəyənərsiniz. Ondan sonra da davam eləyərik. Deməli, burada oyun avtomatik olaraq mənə bəy verdi, bəy personaj verdi və mən bunu xanımla əvəz eləmək istəyirəm. Yəni. Və belə bir xanım verdi. Burada əslində seçənəklərimiz də var. Burada fərqli seçənəklər də seçə bilərik. Üzərində dəyişiklik də eləmək olar və burada qaleriya var. Qaleriyadan da seçə bilərik. Əslində, pardon, burada mən Sahrayeniyə keçdim. Qaleriya buradadır. Burada hazır personajlar var. Burada gördüyünüz kimi mənim öz personajlarım da var. Və mən burada digər personajlara keçim. Vaxt itirməməkdən ötürü hazır personaj seçə bilərdim əslində. Bəli, ara sıra belə bir səsləri gəlir. Personajların səsidir. Burada əslində bir çox personajlar var idi, hansıları ki mənim xoşuma gəlirdi, amma deyəsə mən onları görmürəm. Gibi belə baxaq. Bazada. Bəli, mən nədənsə onları görmürəm. Bəli, bunları görə bilmirəm. Amma olsun. Yəni, önəmli deyil. Belə bir xanımı seçə bilərik əslində. Burada internetə qoşulmanı istəyir. Təbii ki, məndə bu pirat versiya olduğuna görə mümkün deyil. Və seçim. Bir xanım seçim buradan. Görüm burada nə var. Olsun bu. Bunun üzərində dəyişiklik eləyə bilərik əslində. Pardon, mən burada buradan eləməliydim bunu deyəsən, yoxsa tamam. Bunlar heç. Bunu mən nəsə seçə bilmədim. Burada avtomatik evə verəcəkdi. O zaman belə eləyirik. Fərqli bir xanımları burada seçə bilərik. Mən pastayla bura girirəm niyəsə. Çox gözəlsiz xanım, çox. Bəzi personajları həddindən artıq qəşəng verir, bəzi personajları heç də ürək açan vermir. Əslində burada modlar var ki, onların sayəsində çox qəşəng personajlar olur. Sadəcə mən modu yükləməmişəm deyə məndə onu vermir. Elə bir funksiya yoxdur. Sanki biraz yaxşı xanıma oxşuyur bu. Gəlin biraz bunun üzərində dəyişiklik eləyək. İlk öncə sizi xanım aksesuarlardan azad eləyirik. Hesab edin ki, salona gəlib, gözəllik salonuna. Birinci növbədə saçını da mən hər zaman dəyişirəm. Daha doğrusu götürürəm, daha rahat cizgilərini işləməkdən ötürü. Üzünün quruluşunu burada da dəyişə bilirik. Yəni, burada üz cizgiləri də var, xanım üçün seçə bilirik. Mənə görə xanımın üz cizgiləri çox qəşəngdir, mən standart istəmirəm. Amma dəri rəngini mütləq ki seçirik. Yəni, bu ton məncə daha uyğundur dəriyə. Qaşlarına əl gəzdiririk xanımımızın. Burada bir sıra qaş növlərimiz var. Sevdiyim qaşlardan. Rəngini mütləq ki dəyişirik. Yəni, bir əl gəzdirək sizə xanım. Belə. Mənə görə bu qaş daha uyğundur xanıma.
Burnu əslində pis deyil. Mən biraz estetik bağımlısı olduğuma görə, yəni estetik görüntüyə bağımlı olduğuma görə və balaca burun sevdiyimə görə mən burunu biraz dəyişmək istəyirəm. Və xanımın burnunu biraz düzəliş eləyəcəm. Çox güman ki, buradan biraz yığırıq və belə balaca bir burun düzəltdik. Dodağına əl gəzdirə bilərik. Biraz toppuş dodaqları mən çox sevirəm. Bu aşırı toppuş oldu, yəni bu qədər toppuş demədim. Burada növlər var, seçə bilərik və əslində dodaq seçdikdən sonra da, yəni onun üzərində düzəliş eləmək mümkündür. Belə bir dodaq var, belə bir. Bu da qəşəngdir. Məncə bunu daha çox sevdim, amma alt dodağını çox böyük göstərdiyinə görə heç uyğun gəlmədi. Bu aşırı böyükdür, amma olsun. Biraz yığa bilərik. Sadəcə olaraq forma olaraq xoşuma gəlir. Və buradan biraz formanı dəyişə bilirik. Çənəni biraz düzəldirik. Belə. Xanımcığazımız çox qəşəng oldu. Biraz üz quruluşunu və göz rəngini biraz açıq eləmək istəyirəm. Burada gördüyünüz kimi çox fərqli gözlər var. Hətta belə bir, bu mənim pişiyimin gözünə oxşadılıb. Ay, bunlar çox fərqli gözlərdir. Sizə səmimi deyim, son yenilənmələrdən sonra mən ümumiyyətlə yoxlamamışdım Simsi. Sizlə bərabər baxıram. Ona görə də bu göz rəngləri də mənə fərqli gəlir. İlahi, bu nədir? Və burada standart rənglərdən mən bunları istifadə edə bilərəm. Bu rəngi çox sevirəm. Çox xoşladığım rənglərdəndir. Və gözünü biraz belə yaxınlaşdıraq. Biraz üst qapaqlarını belə eləmək istəyirəm. Bu da tipa kipriklərdir. Əslində kipriklərimiz də olmalıydı burada. Belə. Burada belə bir kipriklər var. Yəni bunları mən heç sevmirəm. Yəni belə bir şeylər qalsa, xanımımız kiprikli xanım olacaq. Mənə görə çox qəşəng oldu xanım. Baş hissəsi sadəcə olaraq niyəsə böyük oldu. Bunu biraz balacalaşdıra bilərik. Uzada da bilirik, balacalaşdıra da bilirik. Belə. Bir damcı qulaqlarını da balacalaşdıraq. Aşırı böyük qulaq heç sevməm. Düşünürəm xanım özdən çox qəşəng oldu və keçirik saçlarını. Əslində bunu geyimlə də bir dənə imtina veririk. İlahi, ayaqlarının tüklərinə bax bacım. Lazerə bir gitsən. Çox arıqdır. Yəni sən bir qamətini düzəlt də. Belə. Yəni formalarını da biraz sənin belə balacalaşdıraq. Okey. Biraz poponu da əl gəzdirə bilərik əslində. Çox böyük olmasın. Qarnını təbii ki, qarın hər birimizin arzusudur xanımlar. İncə bel və bir damcı ayaqları topuşlandıraq. Bəli. Əzizim, sən çox arıqsan. Biraz kökəl, biraz yemək ye. Nənələrimiz demişkən. Bədənin tükləri. Burada tükləri yığışdırırıq. Başqa harda var? Tatu sevirəm. İstifadə eləməkdə istəyirəm. Görək. Harda eləyə bilərik tatularını? Əlində. Bunlar çox aşırı böyükdür. Bəli, ayaqda çox sevdiyim var idi mənim.
Amma artıq deyəsən onu yığışdırıblar. Küreyi də var belə. Çox dəyişikliklər eləyiblər oyunda sanki bu tatularla bağlı. Burada elə bir pişik gördüm, yox. Pişik deyildi. Bu nədir? Oy. Burada hətta mələk qanadları da var idi, yadıma gəlir. Bu da pis deyil, amma bildim balacadır. Belə bir şey də var, amma bu da mənə yaramır. Yəni istəmirəm bunu da. Burada da bəzi tatular var. Yox bacım, yox. Sən qaldın tatusuz. Tatuya bax. Tamam. Hələlik sən tatusuz idarə elə. Gəl sənə makiyaj eləyək biraz. Ya da saç qoyaq da. Yazıqsan. Və mən uzun saç modeli sevdiyimə görə bir damcı belə düzəldik. Yəqin ki uzun saçlara bir baxın. Ay, saçımı rəngini heç sevmədim. Bu rəngdə eləyəcəm. Pis deyil bu. Mənə görə qalması da normaldır. Amma yenə də saçlara baxaq. Bu da çox qəşəngdir. Məncə qala bilər bu da. Daha yaxşı olardı düz saçlar olsun. Bu saç da sevdiyim saçlardan da əslində. Qalsın. Mənə görə bu qalsın. Kosmetika. Bir damcı buradan. Yanaqlarını bir damcı belə qızarda bilərik. Tipa. Biraz tünd. Rəng qataq da yəni. Qız. Nə oldun sən? Belə. Makiyaj göz üstü istəmirəm. Zaten sanki var idi. Bir də dodaqlarına əl gəzdirək. Dodaqlarında fərqli nə tapa bilərik. Burada bəzi pomadalar var ki, mən onları heç sevmirəm, yəni heç tipim deyil, yəni. Yəni gördüyünüz kimi mən mütləq mod yükləməliyəm buna ki, fərqli daha doğrusu pomadalar olsun. Yəni biraz matdı bunlar. Qalsın bu. Qalsın. Deməli, gözlərdə belə bir şramlar, zadlar var. Bunlar qocalır. Vay. Yox bacım, yox. Şram istəmirəm. Şuram istəmirəm. Dişləri pis deyil, qalsın. Dəri tərkibi. Nə? Çil. Sizdə bir damcı çil qala bilər məncə. Bunu bəyəndim. Bu qalsın biraz. Bu qalsın. Burada əslində bədənində də olmalıdır. Səhv eləmirəmsə belə xallar. Var. Amma bu dəqiqə onu istəmirəm. Burasında da belə bir şey. Mənim özümdə də belə bir xal var. Maraqlı görünür. Belə bir şey də var. Yox, bunu istəmirəm. Belə ləkələr də var. Bir şey. Qaşları da. Oy. Bacım, bu nə? Belə, mən artıq səni geyindim. Bir sıra sənə balaca bir sırğa da taxaq. Sırğan olsun qulağında. Ya. Efendim. Tək. Gözəlmiş. Təbiəti sevdiyinə görə belə bir yarpaqlar ola bilərdi bunun. Yəni ki. Amma biz balaca bir şey seçərik. Balaca dedikdə, yəni balaca. Çox balaca. Sən kasıbsan qızım, kasıb. Çox gözəldir. Hesab eləyək ki, anasındanmı, nənəsindənmi xatirə qalıb. Balaca bir şey. Bu sırğanı çox sevirəm, qalsın bu. İndi səni geyindirək. Deməli, səni çox sadə geyindirməliyik. Fəsil olaraq da yay seçəcəyik çünki. Futbolkalardan sənə nə geyindirək deməli.
Bəlkə sənə cırıq paltar geyindirim. Ay qız, səni didiblər. Belə bir paltar da var. Belə. Əslində bu da qəşəngdir. Bu da ola bilər. Niyə də yox? Amma biz çox sadə bir şey seçməliyik sənə. Belə bir fakir. Fakir olacaqsan sən. Sadə. Sadə bir şey. Bu da ola bilər əslində. Nə oldu? Niyə ah çəkdin? Demək, qaydırıq bayaqki futbolkaya. Bu kasıb sayağı futbolkaya. Bir dənə də kasıb sayağı səni şalvar geyindiririk. Bəli, bəli. Hətta yubkalar da var, şortiklər də var. Hər bir şey var sənin üçün. Da gedər əslində. Məncə cırıq olsa daha yaxşı olardı. Çünki fakirlik daha gözəl bilinərdi orada. Buradan atmana veririk. Nəysə dəyişmək istəmirəm. Köhnədə qal. Və ayaqqabı olarım. Ne qəşəng ayaqqabılar var burada sənə. Bax. Qızım, bu nə? Bu arada çox üzr istəyirəm. Burnuma görə allergiya meyilli olduğum üçün burnum tutulub. Bəli. Təsdiqləyirsən sən də gözəl qız. Belə bir pasamoşka da geyinə bilər. Seçə bilərik, yəni. Amma daha kasıb bir şey istəyirəm sənə. Daha kasıb. Ya, çox qəşəngdir. Bəyəndin? Bəlkə də bu olsun. Bu da ola bilər. Şəpit. Amma olsun. Bunu seçdim sənə. Gəl bir dənə də sənə don seçək. Heç olmazsa hər fəsil üçün 2 dənə sənin paltarın olsun. Bu nədir? Ya, nə qəşəng paltardır bu. Bu arada uşaqlar yenilənməklə gəlib. Pərilər versiyası var bunun. Ya, oradan gəlib. İlk dəfədir görürəm mən də. Çoxdan da yükləmişdim, amma heç baxmamışdım. Deməli, donlarımızdan nə var? Fərqli bir şey seçək. Fərqli dediyim, yəni sadə bir şey. Sadə bir şeylər burada olmalıydı əslində. Niyə tapa bilmirəm, amma bilmirəm. Bu kənd həyatına uyğun bir şeydir. Qızım, yay üçün sənə paltar lazımdır. Bişərsən istədən. Bu da pis deyil əslində. Olsun, bunun rəngləri də var. Bu çox qəşəngdir. Çiçəkli. Belə versiyası da var bunun. Çiçək, böcək. Bu olsun. Və bir dənə də basanoşka. Yazığın aman zaman bir dənə basanoşkası olsun da heç olmaz. Olsun mu? Olsun. Bir dənə belə bir paltar olsun səliqəli. Keçək kostyum versiyasına. Ay ya Allah, nə qəşəngdir. Kostyum versiyasında dəyişməyə də bilərik. Amma daha rəsmi olması üçün mən adətən burada rəsmi bir geyim seçirəm. Nə edə bilərik burada? Pencə ilə, yubka və yaxud da şalvar eləyə bilərik. Pencəklərimiz hardadır? Həm buradadır. Daha mənə görə uyğun olur. Nə qəşəngdir. Güzel. Bəyəndin mi? Bəyəndi.
qalsın və bir dənə də şal var. Ayaqqabını çıxarda məni sinir elədi bu ayaqqabı. Görün bu şalvar necədir. Haha, bu da maraqlı bir şalvardı, amma bunun qarası varmı? Bəli, var. Всё. Çox qəşəng bir dənə ayaqqabı seçirik. Sadə, gündəlik və saçımızı ona uyğun yığmalıyıq qızımıza. Bacım, niyə keçəl oldun sən? Yox, bu deyil. Necə bir şey seçə bilərik burada? Sanki çox belə pinti göründün. Belə at quyruğu da yığmaq olar. Bu toydu. Mən də razıyam. Toyluq oldu bu. Və belə bir şey də var. Bu çox sevimlidir. Bu kostyuma uyğundur. Başqa bu nə? Bu da əslində gedər. Bu nə? Çox qarışıq oldu. Tamam, bunu sənə geri qaytaraq. Всё. Aksesuar olaraq sənə eyni sırğanı da hacıyır, çünki sən kasıbsan və sənin başqa sırğan yoxdur. Makyajında yüngül var. Əl gəzdiririk. Yox, bu deyil. Kostyumdan çıxardaq. Biraz tünd eləyə bilərik məncə. Olsun, biraz bu tünd olsun. Və niyə belə oldu? Keç bura. Yanaqlarına da biraz belə çəkdikmi rumyanasını? Всё. Rəsmi geyimə tam hazır. Oy. Kirpiklərini düzəldək və idman geyimi seçək xanımımıza. Aksesuar, ayaqqabı, bu heç və idman geyimi olaraq da belə bir mayka. Üstünə də bir dənə şort, yəni geyimin üstünə əlavə olaraq. Niyə bu şort? O şortdan deyil. Bizə idman şortu lazımdır. Bu olsun bu. Всё. Tamam. Ayağını da krasovka geyindirək. Burada belə bir krasovkalarımız var. Mən artıq bilirəm, çünki bunları çox oynamışam deyə artıq bilirəm ki, hansı geyim nə ilə kombin olunur. Ona görə tez bazar eləyirəm bunları, vaxt getməsin deyə. Всё. Yatmaq paltarını da indi seçərik. Yatmaq paltarında da deməli burada pijamadan görək nə var pijamalarımızdan. Bəh, xalatına bax, yanasan səni. Böyle bir şey də var. Bunu da seçmək olar. Mən adətən 2 dənə pijama seçirəm. Birini qış, birini yay üçün. Ayaqqabı, damaşniklər burada var. Bəh. Belə bir şey. Kipriklərin yerindəmi? Yox, deyil. Çünki mən kipriklərə qarşı çox həssasam. İndi bir dənə də yay üçün seçirik. Bunu seçək. Bu çox xoşuma gəlir, amma qara rəngini sevirəm. Və ayaqqabı olaraq da bu at ayaqları hardan gəlib bura? Böyle bir şapit. Şu. Bu da yay üçün oldu. Parti geyimi
Oy, bu nədir bu qızım? Bu parti geyimi deyil axı. Sən bunu, səni kim geyindirib belə? Vay vay vay. Parti geyiminə də sadəcə bir platya seçə bilərik. Maraqlı kokteylini. Fərqli. Bəli, bəli. Eləməliyik. Bu donda belə. Heç yadıma gəlmir. O qədər paltarlar var ki, heç biri yadıma gəlmir. Adəm və Həvva dövrü. Mən ölüm, bu nədir axı, badımcan. Qızım, bu gecə paltarla daha çox olur. Az, bu nədir? Ya, bu çox qəşəngdir. Bu donu çox sevdim, amma kokteyl donu deyil. Ona görə də belə bir şey seçirik kokteyl üçün. Hansı rəngdə seçsək acaba? Bu rəngi sevirəm, bu rəngdə olsun. Ayaqqabı seçirik sənə indi. Görək qəşəng ayaqqabılardan nə var. Bu ayaqqabılar qəşəngdir, amma rəng olaraq tutuzdura bilməyəcəyik. Ona görə də ona bir imtina veririk. Yox, belə bir ayaqqabı heç bundan uyğun deyil. Bunlar da pis deyil əslində. Bunu geyinmək olar. Qolbaq taxaq sənə biraz. Nəzərə alaq ki, bunları pul yığıb özü üçün alıb gözəlimiz. Yəni bu geyimlərim. Qolbaqlar var idi axı burada. Çox qəşəng qolbaqlar mən bilirəm ki, var idi. Saat istəmədim də. Yəni saat niyə olsun ki? Всё. Qolundakına baxın. Всё. Bu belə qalsın. Gəl makiyajını eləyə, saçlarını tamamlayaq. Aksesuar olaraq sırğa. Sırğa nə taxa bilərik sənə? Minnoşdur. Bunları da taxa bilərsən əslində. Və yaxud da biraz cəlb edici bir şey də ola bilər. Bu necədir? Yox. Kepeney də bu deyəsən. Bu da fərqli bir şeydir. Çox aşırı belə cıvıl oldum. Buna ehtiyac yoxdur. Halqam. Klassikadır bu. Biraz fərqli bir şey eləyək. Amma nə? Burada prazdnik çıxarda bilərik və burada görək nə tapa bilirik. Bu nə? Ay qız, bu nədir? Oy. Fərqli bir şey nə ola bilər burada? Çiçək var. Yox, istəmirəm onu. Bu necədir? Bu da pis deyil əslində. Qalsın bu, amma saçlarımızı dəyişməliyik. Makiyajımızı da öncədən dəyişək, kiprik qoyaq. Yanaqlarımızda yəni standart bir şey eləyək. Üzr istəyirəm. Və dodaqlarımızı da rəngləyək. Ay qız, bir dinç dur. Burada belə konturlu rəngdir. Bu qəşəngdir, qalsın. Sevdim və saçımızı da cıvıl eləyək. Belə bir saç da var burada. Kokteylli bir saç lazımdır bizə. Belə bir saç da var burada. Bu da çox gözəldir məncə. Bu qalsın, sadə bir şeydir. Bəyəndim onu. Ən çox sevdiyim bir vaxtlar bu saçıydı. Aslında bu da gedə bilər, amma digərini daha çox sevdim. Ona görə də
Boyunbağı taxa bilərik. Görək fərqli nəyimiz var. Prazdnikanı çıxardırıq. Və baxaq görək nəyimiz var, nəyimiz yoxdur. Belə bir şey də taxa bilərik əslində. Yox, taxa bilmərik. Çünki heç yaxşı görünmədi. Bu da maraqlı görünür. Bunun bayaq sırqası var idi, amma daha incə bir şey istəyirəm. Bu sularını yox. Olmasın. Burada belə bir şey var idi. Məncə düşünürəm daha incə bir şeylər seçsək daha yaxşı olar. Bacım, var idi axı burada incə bir şeylər. Nadir bir şey. Balaca bir şey. Niyə belə edirsiniz axı siz? Bu nədir ki benim? Oy. İncə bir şeydir. Məncə daha incədir və bu da ola bilər əslində. Məncə bu qalsın halqa ya da. Fikir bildirirsən sən də. Qoy bu qalsın. Xatirə üzüyü kimi. Keçirik çinmək üçün paltarlara, kipriklərinə əl gəzdirək. Baxın paltarım nədir? Əslində mən belə paltarı heç demək olar ki, sevmirəm. Yəni ki, 2 hissəli olsa daha çox xoşuma gəlir. Və burada qara rəngdə seçirik. Aşağı hissəsində kupalni kostyum. Aşağı hissəsində belə bir şey seçək. Ayaqqabı olaraq da şəpitlər nə götürə bilərik. Burada var idi qəşəng şəpitimiz bir dənə. Budur. Bunu sevirdim mən. Bunu da qara rəngdə belə seçirik. Və salam. Keçirik isti havanın paltarından. Belə orta bir şeydir. Yəni şortik seçə bilərik. Orta bir şey seçə bilərik. Bir dənə də kasıb futbolka. Mayka da ola bilər bu. Mayka olsun. Kipriklərim var mı? Yox. Saç düzümünə dəyməyəcəm. Eyni qalsın hələlik. Yəni oyun sırasında dəyişmək olar. Ayaqqabı olaraq da yay üçün nə seçə bilərəm? Şəpit də seçə bilərik əslində belə bir şey. Məncə qalsın bu. Və bir dənə də qış geyimi seçək. Qız bu nədir? Bu nə geyimdir? Axı səni geyindirir belə. Qış geyimi olaraq da üst belə bir şey. Belə altı üst bir şey olsun mu? Ya da olmasın. Bu necədir? Yox. Uşaq vaxtı mən belə dublyonkan var idi. Yadıma gəlir. Bu nə qəşəkdir. Çox qəşəkdir axı bu. Niyə bu adi paltarların içində yoxdur? Bu da, bunlar təzə gəliblər. Bunları heç görməmişdim mən. Bu nə xalatdır belə. Bu tam olaraq şahdaq geyimidir. Əslində burada tək-tək də seçə bilirik, şansımız var. Qurtqalar. Qurtqa olaraq da bundan seçə bilərik. Qarasını seçək.
Və bir dənə şalvar seçək. Hələ bunu seçək. Qız, corab geyinmək istəmirsən. Bu şalvar icazə vermir corab geyinməyə. Bəli, burada belə bir şeylər var. Bu nədir? Effekt kor, bilmədim. Yəni, indi baxmaq istəmirəm ona hazırda. Burada da bir dənə sapaşki seçirik. Nə seçirik? Sapaşki seçirik. Biraz kasıb ol da qızım. Biraz kasıb ol. Və ad olaraq ad seçə bilərik. Əslində, burada rus adları verilir. Nə bilim, bir fərli ad heç vaxt görmürəm burada. Gəlin, xarici bir ad qoyaq. Misal üçün, Luna. Soyad olaraq da, yenə də rus soyadlarıdır. Belə bir soyad seçək. Bayaq mənim özümdəki personajın familiyasını qoya bilərik. Bu da belə bir familiya olsun. Xanımın səsini seçirik. Xanım dedik. Şirin səs. Finaya Skuno. Quimba Reginil. Lagar Eshuwe. Daha. Fuina. Garashi. Yabanzi Escort. Frida Boo. Lonsa. Məncə daha belə. Ambuya Askana. Lava. Bu yaxşıdır. Deməli, məqsəd, həyat məqsədi nə olsun? Xanımımız nə istəyir? Burada bir çox məqsədlər var burada. Pəri olmaq, imkanlı olmaq, idmançı olmaq, yaradıcı olmaq, ailə, təbiətə bağlılıq. Heyvanların sevgisi var, nə bilim. Aşpaz, məşhur aşpaz, barmen, belə bir şeylər olmaq var. Burada oğru, nə bilim. Pis belə şeylərdir, yəni burada xarakterlərdir. Gəl götürək. İmkan. Burada seçim də var. Əslində belə bir evi, böyük ev istəyir. Burada maraqları nə ola bilər? Nələr sevə bilər? Yeməyi sevə bilər, kres işləmə. At sevə bilər, toxunma sevə bilər, saxsı qablar düzəltməyi sevə bilər. Yəni, belə bir şeylər. Ölüm səbəbi var burada, bu bizə lazım deyil. Burada xarakter seçimləri, karyeristika var. Daha çox, yəni. Mən də oğlaq gücü olduğuma görə, yəni, iş sevər, işkolik bir xasiyyətdir bu. Bunu da seçə bilərik. Romantik var, yaradıcı. Gəlin yaradıcı qoyaq birini. Bu da məndə var. Ona uyğun seçdim lan. Maraqları nə olsun? Maraqları. Qurmandır, yaradıcıdır, kitab oxumağı sevir, musiqini sevir. Buranı mən çox zaman seçmirəm. Maraqlı gəlmir. Burada həyat. Stili. Təmizlik xoşlayandır, perfeksionist var, praktiki var, yəni pul yığandır. Bir çox şeylər var burada, yəni. Burada da belə bir var ki, münasibət dost yanadır. Dost yanadır. Bitkiləri sevirmi? Sevir. Ailə canlı. Buradan bir şey seçək. Həyat tərzi. Həyat tərzindən nə seçə bilərik? Bu nədir deməli? Nə seçə bilərik?
Perfeksionist. Bija. Burada başka neyimiz kaldı? Şu an kadın bedenidir. Kadın geyimi sevir. Hamile olabilir. Da. Ve salam. Ve bunu bir eve keçirdirik. Şəkillərini çəkirik. Bir neçə dənə. Belə, deməli, indi keçirdirik xanımı bir dənə evə. Və orada da davam eləyirik, görək nə edə bilirik. Elementar əlində nələri var, onları alır, yəni nələri sevir ki, onlarla da pul qazansın ilk başlanğıc üçün. Pul qazanandan sonra artıq yavaş-yavaş mebel, nə bilim, yeni bir şeylər əlavə eləyəcəyik. Əslində bağla da məşğul ola bilər, yəni hardansa bitkilər alıb, toxumlar alıb becərə bilər. Aha, gəldik fəsilə. İlk başlanğıc olduğuna görə düşünürəm ki, yaz fəslini seçsək daha uyğundur ki, dalıcan yay da gələcək, yəni qışa alışmaq var. Gəlin yazdan başlayaq və seçək. Aha, indi ən çətin bir şey gələcək ki, hansı şəhərdə yaşamağı yaxşıdır. Bu ölkədə, bu şəhərdə demək olar ki, qış olmur, qar olmur. Burada heyvanlarla bağlı məkandır. Balaca bir ev var burada. Bizim büdcəmiz 20 mindir. Biz daha münasib, daha az büdcəli bir ev almalıyıq. Çox ucuz bir ev almalıyıq, yəni balaca, bax balaca. Bax, burada nə var? Burada yadımda deyil, həyat evi var idi yoxsa yox. Parkdır. Burada bina evlərdir. Bizə lazımdır torpağı olan bir yer olsun. Becərə bilək deyə. Bu şəhərlər heç gəlin. Ən elementar baza şəhərdən başlayaq. Göründüyü kimi bu yaşıl yerlərdə evlər boşdur və biz köçə bilirik ora. Amma digərlərində mümkün deyil. Çünki orada artıq yaşayış var. Burada bir dənə də baza şəhər var idi, Newcrest idi. Burada da evlər olmalıdır deyəsən. Yox, bura özün sonra eləyə bilərsən. Burada da şəhərdə ancaq mağazalardır. Yadımdaşdı, Hindenburgda evlər olmalıdır. Burada yadıma gəlir ki, çox küləkli bir şəhərdir, tez-tez külək olur. Bu balaca evdir. Bilmirəm, ora köçək yoxsa yox. Köçək bura. Mebelləndir. Mebellə köçək. Deməli, bu evi əldə eləyirik. Və orada başlayacağıq özümüz üçün şərait qurmağa. Təbii ki, mən pulu tam minimallaşdıracağam. Ən azından düşünürəm sıfırdan başlayacağam. Sadəcə özümə lazım olanları alacağım. Yəni ki, nə ki pul qazana bilərəm. Onu güya özüylə gətirib və bu ev hesab eləyək ki, nənəsindən qalma evdir və yaxud da babasından qalma bir evdir. Biz indi bu evə keçəcəyik. Mən onu sabah özüm düzəldəcəm köhnə bir ev kimi. Yəni oranın remontunda sıfırdan başlayacağıq. Deməli, bir izah verim. Bu ev gördüyünüz kimi çox səliqəlidir, təmizdir. Deməli, iki spalnisi var bura. Böyük spalni, bura uşaqlar üçün, burada qonaq otağıdır. Qoy belə eləyim. Bura kuxnyadır. Hamam, tualet də buradadır. Deməli, mən nə edəcəm sabah? Biraz çətinləşdirmək istəyirəm challenge-i. Minnoş yaxşı bir evdir. Əhatəsində nə var deməli?
çaydı, burada var belə bir şey. Daşlıq, qayalıq, nə bilim, park zad burada var, qonşular var. Belə. Deməli, mən nə edəcəm? Mən bu evi yararsız bir hala salacağım. Yararsız dediyim, yəni remonta ehtiyacı olan bir ev kimi eləyəcəm. Və biz onu bərabər təmir eləyəcəyik. Yəni, hər şey köhnə, sınıq, uçuq, yəni yararsız bir halda və bu da bir challenge'in bir ağır hissəsi olsun ki, pul yığıb remont eləməlidir. Ona uyğun davam eləyəcək, yəni sıfırdan başlama. Burada televizoru yoxdur. Bəzən darxanda baxmaq üçün, baş qarışdırmaq üçün heç nəyə gördüyünüz kimi pərdə falan da yoxdur evdə. Baş qarışdırmağa da bir şeylər yoxdur. Yəni sadəcə bir divan, bir jurnal masası. Çox sadə bir şeylərdir. Və biz bunu genişləndirməyə başlayacağıq. Yavaş-yavaş. Mən bunu dediyim kimi hazırlayacağım. Tam çartda, uçuq, hər tərəf çat vermiş bir ev vəziyyətinə salacağım sabah. Və burada gördüyünüz kimi minimal bir məbləğdir. Artıq 20 mindən 3335 simolyon qalıb. Və mən bunu sıfıra indirəcəm. Biz sıfırdan başlamalıyıq. Və görək bizim xanımımız necə başlayacaq? Gəlsin, bir əyləşsin. Belə. Xoş oldu. Belə bir videonu çəkməyi sizlə paylaşmaq. Ümid edirəm ki, siz də baxacaqsınız, maraqlı gələcək. Maraqlı təklifləriniz varsa, onları da deyə bilərsiniz. Challenge-ləriniz varsa, onları da bildirə bilərsiniz. Necə bir challenge oynaya bilərik. Bunu nəzərə alacağam. Artıq 52 dəqiqə gedir. Əslində çox uzun eləmək istəmirdim, amma belə alındı. İnşallah sabah başqa bir versiyasında yükləyərəm. Dediyim kimi, köhnə evdən təzə evə doğru addımlayacağıq. Hələlik sağ olun, özünüzə yaxşı baxın, xoş izləmələr.